Demək, Toplum TV jurnalistlərinin məhkəməsi bu gün davam edir. Hələ bitməyib, sona kimi. Demək, əsasən bu gün Toplum TV jurnalistləri özünüzü günahsız bilirsinizmi, günahlı bilirsinizmi, təqsirli bilirsinizmi sualına cavab verdilər. Düzdür, bu suala cavab biraz çox çəkdi. Təxminən bir saata yaxın çəkdi elə 3 nəfərin bu suala cavab verməsi. Yəni bu da başa düşüləndir. Yəni həqiqətən də burada o sualın özünün verilməsi biraz absurd çıxır bir yandan. Bir yandan da sual verirlər ki, işin mahiyyəti üzrə, iş yoxdursa mahiyyəti hardan olmalıdır? Yəni adi demək olar ki, 3 mətbuat orqanına və əgər Şəmşad ağanın da gələcək məhkəməsi, Meydan TV-nin də əlavə eləsi bura, bunların hamısında eyni suallardır, eyni ittihamlardır və ittihamlar da o qədər absurddur ki, bilmirəm bu haqda hüquqi nöqteyi nəzərdən danışmaq mümkün deyil. Amma ümumiyyətlə mediaya olan hücumlar nöqteyi nəzərindən həqiqətən də bu artıq medianın tabutuna vurulan son mismarlardır. Yəni hər halda bunu demək olar. Ona görə ki, artıq çöldə qalan media orqanları da birincisi onu deyim ki, mən razı deyiləm o sözlə ki, bu həbslər medianın sonunu gətirir və yaxud hüquq müdafiəçilərinin həbsi hüquq müdafiəçisinin sonunu gətirir və yaxud siyasətçilərin həbsi. Bu proseslər olacaq, mediada olacaq, hüquq müdafiəsi də olacaq, siyasi fəaliyyət də olacaq. Sadəcə məsələ totalitarizmdə gedən proseslərlə, ictimai siyasi proseslərlə avtoritarizmdə gedən proseslər arasında fərqi özünüz də görürsünüz və bu fərq də gedəcək. Yəni bu arta-arta gedəcək. Amma ümid edək ki, hər halda diktatura gətirib çıxarmayacaq. Hər halda belə bir işarətlər var, belə bir görüntülər var ki, bax bugün gördüyünüz məhkəmələr, həmin bu Toplum TV-nin məhkəməsi, bundan əvvəl Azıq Medianın məhkəməsi, bundan sonra Meydan TV-nin, ondan sonra Şəmşad ağanın və s. məhkəmələr media olunan vəhşicəsinə hücumda. Artıq mən bu sözü heç vaxt işlətməmişəm, birinci dəfədir işlədirəm, bilmirəm nə dərəcədə etikdir. Amma həqiqətən də vəhşicəsinə hücumdur. Medianın sonuna çıxmaq üçün olunan cəhdi ümid edək ki, alınmayacaq. Rüfət bəyin bugün baş tutan birinci hazırlıq iclası oldu, Rüfət Səfərovun. Və növbəti məhkəmə 14 iyul saat 15:30-a təyin olundu. Rüfət bəyə sual verildi orada məhkəmənin təyin olunması haqqında. Yəni məhkəmənin Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olması, burada keçirilməsi və s. Rüfət Səfərov bildirdi ki, bu mənim birinci həbsim deyil və mən gözəl başa düşürəm ki, nə burada oturan həmkarım, prokuror, nə siz öz xoşunuzla bunu aparmırsınız, nə də öz xoşunuzla qərar verə bilmərsiniz. Hansı qərar veriləcəksə, hansı hökm veriləcəksə, o hökm azlıq verilib. Siz bunu rəsmiləşdirmək üçün oturmuşsunuz. Ona görə mənim üçün heç maraqlı deyil. Burada hansı prosedur qaydalarından siz soruşursunuz. Necə istəyirsiniz elə də aparın. Əvvəl hansı prosesi aparacaqsınız, sonra necə aparacaqsınız. Bunun heç bir əhəmiyyəti yoxdur. Ona görə ki, mən burada ictimai fəaliyyətimə görə həbsliyəm. Ona görə ki, mən burada bütün təkliflərə baxmayaraq bildirdi ki, hansı təkliflər olunur və mənim də adım çəkdi ki, zalda oturan Zəfər Əhmədovla bir yerdə biz bunların şahidi olmuşuq, bu təkliflər olunur. Bu təkliflərdən imtina elədiyimə görə mən bugün buradayam, burada oturmuşam. Ona görə buradayam ki, mən heç kimə ayrılıq qoymadan onların müdafiəsini təklif elədim. Həqiqətən də belədir, özünüz də bilirsiniz ki, hamımızdan fərqli olaraq Rüfət Səfərov heç vaxt müdafiə elədiyi şəxslərin nə şəxsiyyəti nəzərə alınmayıb, nə onların onun ideoloji baxışlarına uyğunluğunu nəzərə almayıb. Ancaq o adamın əgər müdafiə, o adam repressiya olunubsa, qeyri-qanuni həbsə və yaxud repressiyaya məruz qalıbsa, o adamları müdafiə edir. Yəni artıq məlumdur. Bu məhkəmənin də nəticəsi məlumdur. Rüfət Səfərov həmişəki kimi nikbindir, həmişəki kimi başı ucadır. Yəni tanıdığınız Rüfət Səfərovdur.